Bəzən ölümü gözə alaraq yola çıxırsan. Bu yolun sonunun ölüm olduğunun, təhlükəli olduğunu bilsən də qorxmur. Əksinə, ölümün gözlərinin içinə baxaraq irəliləyirsən. Azərbaycan ordusunda xidmət edən zabitlər, əskərlər ölümün gözünün içinə baxanlardandır. Onlarda olan vətən sevgisi o qədər güclüdür ki, hər biri düşünmədən vətəninə görə canından keçər, can alar. Vətənini canı bahasına sevən igidlərimizdən biri də şəhid Quliyev Akşin Dilavəroğlu idi. Akşin 1996-cı il dekabr ayının 12-sində Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur. Orta təhsilini Sabirabad rayonu Çiçəkli kənd tam orta məktəbində alan Akşin, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdə olarkən Akşin bir ömür orduda qalıb vətənə xidmət etməyə qərar verir. Xidmət etdiyi hərbi hissə xüsusi təyinatlı qüvvələrdən gələn zabitlər Akşinə xüsusi təyinatlı qüvvələr kursuna qatılmağı təklif edir. Akşin kursları uğurla başa vurub xidmətinin qalan hissəsini xüsusi təyinatlı qüvvələrdə keçirir. Xidmət etdiyi 7 il ərzində bir çox xarici ölkələrdə təlimlər də olur. 2016-cı ildə aprel döyüşlərində böyük şücaət göstərən Akşin igidliyə görə medalı ilə təltif olunur. 44 günlük vətən müharibəsinin ilk günlərindən cəbhənin ən isti nöqtələrində vuruşur. Düşmən qüvvələrinin arasına sızaraq, onların texnikalarını yararsız vəziyyətə gətirir, silah-sursat anbarlarını partladaraq bir neçə düşmən hərbiçisini öldürür və bir nəfər erməni zabitini əsir götürür. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə düşmən müdafiə mövqelərinin dərinliklərinə irəliləyərək bir neçə düşməni məhv edir. Qarın nahiyəsindən yaralanmasına baxmayaraq, döyüşü yarımçıq saxlamamış, irəliləyərək ona verilmiş döyüş tapşırığını sona çatdırmışdır. Yaralı olmasına baxmayaraq, yüksəklikdə pusqu qurmuş düşmən snayperini də məhv etmişdir. Yaralı olduğundan və çox qan itirdiyindən geri qayıtmağı mənasız sayan Akşin, düşmən hərbiçilərinə elə onların öz snayper tüfəngi ilə atəş açır. Yerini dəyişmək istəyərkən isə düşmən gülləsinə tuş gəlir və şəhadətə ucalır. Ölümündən sonra Füzulinin, Kəlbəcərin, Xocavəndin azad olunmasına görə Vətən uğrunda medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid Quliyev Akşin Dilavəroğlu Sabirabad rayonu Çiçəkli kənd qəbirstanlığında dəfn edilir.